Manchester United veçni, brar, veçni. Özdə Kerik orada dedi ki, qardaşım, mənli idi. Fiorentina Perez'in son istifadə tarixi yaxınlaşır. Real Madrid 2 mövsümdür ki, titul nədir bilmir. Yəni komanda qaloş oldu yəni. Gələn gedən şərtləyir Reallar. Arsenalın elə bir aurası var ki, elə bir oyunçular məşqdə bir-birinə məşq eləmirlər. Yəni Mavropanın şalvarı çıxartsaydı, Declan Rice gedəcəkdi ondan. Bu Real Madrid'in onsuz vurmayan bir yıldırım qalıb. Qoy biz də vuraq gəlsin. Yəni bu Nasriyyə ilə çıxmışdılar. Sən necə belə klassik? Düz mən də yüngül klassik. Klassik deyəndə ki, tam klassik deyil də, o Versace deyil şey. Nə bir xoş deyirəm də. Arada bir dəyişdiriyorsun. Ləzzət deyirəm. Fatih başa düşmüyorlar, çempion olublar da. Şəxsən artist edir burada. Bir şey də mən də gətirərdim. Aramızda tək çempionlar mənəm də, bura. Yox, niyə gələn West Ham da çempion olacaqsa? Çempionşipdə. Biz deyildi bura. Onlar çempionluğun. West Ham çempionşip çempion olmayıb da, xəbərim var da. Playoff'dan West falan. Ham tarixində heç vaxt liqa titulunu qazanmayıb heç yerdə. Oy be. O qədər bədbəxt deyil bizdən. Sırası ondan başlamaq istəyirsiniz? Yox, Barcelona'dan danışaq. Barcelona'nın çempionluğundan çünki Danışılası nəsə var ki. Yox, müəllim deyirdi ki, Real bu çempionluq falan. Orada nə müəllim, sən o söhbət eləmişdin 1-2 ay əvvəl. Sonra bir gün bağladı ki, Xabi Alonso olsa. Yox, o yüngül deyil. Mən Xabi Alonso gələndə bunu demişdim. Gəl bundan başlayaq. İkinci moment isə uşaqlar yazırsınız Fıdının kommentdə zaten biraz sıxırsınız, oxuyuran kommentlərdə sıxmaq lazım deyil. Fıdı mənim yerimə gəlməyib. Fıdı sadəcə bizim komandamızda bir əlavədir. Bəli. La Liqanı təmsil edən bir əlavə. Burada yəni heç kəsin əvəzinə deyil. Məni kim əvəzləyə bilər? Belədir də. Reski tufaq falan gəlir də sanırıq. Olar. Və mən çempion və hətta çempionu qoyaq kənara da burada. Xabi Alonso vaxtında həqiqətən. Çünki Xabi Alonso sistem futbolu oynayır və sistem futbolundan oynayanda İspaniyada sən uğur qazana bilərsən. Barcelona'nın barizən məşqçidir. Sadəcə sonra növbəti proqnozum isə Rafinha olmadı, Yamal olmadı. Dedim ola bir Osasuna ilə Getafe, Real Madrid özü El Clasico necə badalaq vurarlar da. Mən 8 xalı belə hesablamışdım. Da bilməzdim ki, Getafe belə qalmış. Asasın İspanyol. Real vəbşə Real öz-özünü döyür də, yəni. Valverde ilə Chouameni dalaşır. O dalaşır, bu dalaşır. Rudiger kiməsə şillə qoyur. Da bu komanda uzmalıdır da burada. Bir söz var deyək, Pilap baş alıb gedir. Real Madridin böyle şeydir Bu nə lan? Bu Real Madridin təsviridir. Poli'yə baxırsan oyun yoxdur. İçəridə hər gün markadan bir dənə xəbər çıxır ki, o onu döydü, bu manasını söydü falan. O əsnada da Mbappe də şeydir. Mbappe də Esterlərlə orada öpüşürlər. Yox, Real Madriddə onsuz belə şeylər çox olub. Hər bir klubda var. Amma bayaq Samirədə deyirdim o yolda. Real Madridin belə xəbərləri üzə çıxmırdı qabaq. Real Madrid belə problemləri gizlədirdi. Belə pısmasın komandanın neçə dənə oyunçu var? 20 dənə kişi oynayır da belə götürsək. Hərəsinin arasında neçə problem ola bilər də. Bir ikisini çıxaq da oradan, Vinni çıxaq oradan. Kanalımıza hələ də abunə olmamısınız? Elə indi mütləq abunə olun. Onlar nəsə söhbət düşə bilər, amma belə qabarıq şəkildə mediaya heç vaxt sızdırılmırdı problem. Ümumiyyətlə Valverde ilə Chouameninin temasının ikinci dalğası deyilənə görə buradan çıxıb da. Valverde gəlib Chouameni deyib ki, sən nasıl da burada içəridə olanları mətbuata falan sızdırırsan da Chouameni də bir dözə, iki dözə baxındır Razdivalkada qoyub Valverde'yə gəldik. Gəlçəkdə da məndə bu qədər disipl. Hospital göndərib, necə qoyub onu. Chouameni zdarovudur Valverde'yə bax. Valverde məncə belə şeydir. Və mətbuatda bugün mən yolda gələndə oxudum ki, markada çıxmış ki, yəni Valverde ilə sağollaşmaq istəyirlər, Chouameni ilə yox. Ola bilməz, inanmıram. Amma yox, bir dənə də xəbər. Çünki klub daxilində Valverde-ni istəməyən adamlar falan Perezə şikayət ediblər ki, bu ara qatır həmişə falan. Yox, Vinicius'un da Kırsa xəbəri çıxıb. Vinicius'dan o qədər xəbər çıxıb ki, zondur oraya, başa düşmür. O ona xəbər falan, nə çıxıb Vinicius'dan, niyə deyir? Təsbih ecaz göndərəcəklər ora. Afərin ki, başına vur. Vinicius xəbəri çıxıb ki, gecə Mbappe yatandan sonra Esterezə yazır. Nə edir onlar? Nə baş verə bilər? Gəldi Ester aləmi qatdılar bir-birinə başımıza. Ester oldu hər şey. Esterdən sonra hər şey oldu. Yox, mən bir sənə çatdım. Bellingham oradan getməlidir biraz. Yox, Bellingham 100% getməlidir. Bellingham çıxmalıdır. Qaçmalıdır oradan da burada. Özünü xilas eləməlidir. Özünü xilas eləməlidir. Cavan deyir, vaxtı var getsin də. Mbappe onsuz da klub futbolunda krestdir. Mbappe'nin üstündə mən belə başa düşürəm də. Hardan gedir, orada çempion olurlar. Və PSG Mbappesiz bir görə nə edir? Real'a gəldi, indi Xabi Alonso. Yox, mən bir şey başa düşmədim. Xabi Alonso necə buydu avtoritetli olmayan bir insandır? Yəni bunu çox tolerantdır məncə. Çox gentleman vibe verir. Mən inanmıram ki, o misal üçün Carlo Ancelotti kimi falan o bir boşluq falan eləyə bilsin də içəridə. İstər-istəməz burada insan şeydir də, biraz Sociedaddandır da qardaşım. Yəni bu insan başqa cür böyüyüb də burada.
Nə bilim, mən çox belə şey olacağını düşünmürəm. Amma yəni bu ümumi biz Xabi Alonso'nun gedişində də danışırdıq da, bu problemlər birbaşa Xabi Alonso'nun özü ilə yox da rəhbərliyin klubda yaratdığı, formalaşdırdığı problemlərdir. Nəsə mən ümumiyyətlə son zamanlar elə hiss edirəm ki, Fiorentina Perez'in son istifadə tarixi yaxınlaşır. Onun üçün belə şeylər baş verir. Bunu mənə elə gəlir ki, təsdiqləyən xəbərlərdən də biridir. Jose Mourinho'nun Real Madrid'e qaytarmaq cəhdləridir. Mən başa düşə bilmirəm ki, Real Madrid'e qaytarıb nə gözləyir də bu? Yəni Jose Mourinho biz bilirik də, Fenerbahçesini bilirik, Romasını bilirik, Tottenham'ı bilirik. Oynatdığı futbollar fərqlidir. Yox, disiplin tərəfini başa düşə bilirəm. Yəni Jose Mourinho gəlib La Liga'da Hans Flick'in Barcelona'sı ilə dirəşə bilər. Yox, dirəşmir. Yox, qeyri-mümkün deyil. Hans Real'ın heç bir mövqeydə Barcelona zəif futbolçu yoxdur. Belə baxanda hər yerdə güclüdür. Hər yerdə. Bir dənə Pedrini çıxar. Bir də ondan çatışmayan Zibinosu Pedridir. Yox, bununla razıyam. Heyət baxımından əlbəttə. Onu da Arda Gülərlə pakrivat eləmək olur da. Yox, başı üçün deyil Arda Gülər. Yox, pakrivat eləmək olur da. Yəni biri var Pedri tək başına qurur, amma Arda Gülərlə, Valverde ilə, hətta o Tchouaméni ilə bir yerdə, Tchouaméni də satmaq olar. Niko Paz gəlir belə. Niko bilmirik də Niko Paz nə olacaq da. Niko Paz, Arda Gülərlə, Valverde ilə bunu hamısını pakrivat eləmək olar. Bu cinahlara bax bura. Həm müdafiə, həm da. Yox, Realda sastav pikdir, brat. Realda sastav pikdir. Realda atmosfer yox. Çünki kapitan yoxdur Realda. Yəni Valverde kapitan deyil. Kroos da getdi. Kroos idi bunları biraz saxlayan Modric'dən sonra. Kroos da getdi. Yəni heç kəs yoxdur. Ki Kroos'u qaytarırlar növbəti sezonda məşqçi stafına bir. Ola bilər, hə. Onda demək o ki Kroos'u qaytarırlarsa, onda Mourinho gəlmir. Yox, baş məşqçi kim yoxdur, məşqçi stafına. Mən inanmıram Kroos Mourinho işləmək istəsin. Mən də inanmıram. Ona görə. Eyni beyində olar. 100% orası ona xaotik bir atmosfer var. Kroos onsuz da şeydir, həm də Jürgen Klopp'u ikna eləyər falan kimi bir şey gətirmişlər. Bu Klopp da Kroos'un gəlişi Klopp'a da belə istinaddır dərsə də. Hə. Bu Klopp da yox, Klopp yığar. Klopp Vini ilə işləməz axı. Vini işləməz deyəcək, bu sənin bu Braziliyada sənə belə hiss. Yox, Jürgen Klopp onsuz da bir ara adı hallanan vaxtı xəbərdə çıxmışdı ki, Vini'nin göndərilməsini istəyib Fiorentina Perez'dən, amma axır vaxtlar Klopp'un özünün adı da keçmir. Fiorentina Perez'dən deyirsən? Florentino. Florentina Perez. Fiorentina deyirsən? Nə bilim, çox da qoz. Fiorentina azad çəkdi ona görə. Son vaxtlarda amma Jose Mourinho adı da çox, Fabrizio Romano da öz tezliyi ki, vota-votdur da, indi onlar bu saata gələr temasıdır. Olacaq. Çempion olmaq, bu liqada çempion olmaq nə istəyir? Soruşursan. Ya siz çempion ya da Real Madrid. Ya siz çempion deyəndə ki, ancaq bunlar da Real Madridin 40 ildə 8-dən La Liga titulu var. Qardaşım, Real Madrid 2 mövsümdür ki, titul nədir bilmir. İndi 15 Çempionlar Liqası manyaklar düşəcək üstümə. 2 mövsümdə yəni doğrudan da Real Madridin titul qazanmaması biabırçılıqdır. Barselona'nın pis dönəmindən müqayisə olunur ki, ən bərbad Real Madriddir. Sizcə bu ən bərbad Real Madriddir? Yox. Ən bərbad atmosfer ola bilər, ən bərbad mental olaraq Real Madrid olar. Komanda ola bilər. Amma heyət olaraq bu ən bərbad Real Madrid deyil. Qardaşım, sənin hücumunda Vinicius Junior oynayır, Mbappe oynayır. Bu dəqiqə dirəşsək, sual versək ki, Kvaratskhelia yoxsa Vinicius, hamı deyəcək Vinicius. Real azarkeşlərin çoxusu. Yox, əlbəttə Kvaradır, amma Real azarkeşlər deyə bilərəm. Hal-hazırda Kvaratskhelia daha pikdədir. Amma Real azarkeşlərin çoxusu elədir axı, yəni danmıyor. Barcelona çöküşü nə vaxt idi? 2020-21-ci illər. Heyətə baxsaq görərik ki, fərqə bax. Sənin hücumunda Mbappe oynayır, Vinicius oynayır, Rodrigo'su var, Valverde'si var, Bellingham'ı var. Yutkla, Mingueza, Depay. Sonra kimlər vardı orada? Kanka düzəldi. Yəni Promes Segunda deyil bu. 8-ci yerdə oynayırdı o komanda. Xavi gəldi 2-ci yerə qaldırdı o Xavi. O da nəyə görə qaldırdı? Sırf belə emosiyaya görə. Qalib ruhun gətirdi, belə Barcelona idi, Katalon idi. Gəldi komandanı qaldırdı ki, gəlin uşaqlar nəsə eləyək. Amma bacarmadı da. Həmin mövsüm Real çempion olmalı idi. Çünki Real üstün idi Barsadan, həm heyət olaraq, həm oyun cəhətdən. Amma bugünkü günümüzdə və 2 mövsümdür ki, Flick gələndən Real'ın heyəti pikdir. Yəni bu heyətlə yəni Barcelona'ya sən çempionluq versənsə, nəsə problem var? Mən də Hans Flick kimi bir taktik düha falan gəlib Real'ı toparlasın demirəm, amma yəni Jose Mourinho da yox da, yəni. Bəs kim ya burada? Bax Klopp da taktik idi. Yox, Klopp taktikdir burada. Klopp gəlib demir sənə. Uşaqlar, durun oynayın. Ortamı toparlaya bilir falan. Klopp nə deyəcək burada? Biz hamımız bilirik də Klopp necə futbol oynayır. Bunu Mainz'da da görmüşük, bunu Dortmundda da görmüşük, bunu Liverpool'da da görmüşük. Klopp'un oyunu nədən ibarətdir? Hər yerdə
onun əsas o oyunçuları Kloppun nədir kimdə desək ya, yox o hücum bu. Kloppun əsas 2 dənə oyunçusu cinah müdafiəçiləridir. Liverpool'un misal götürək, Robertsonla Alexander Arnold. Yəni Klopp olmasaydı bu iki futbolçu heç vaxt o futbolçu olmayacaqdılar. Çünki Klopp onlarda istədiyi şeyləri gördü. Biri pas ata bilir, biri qaça bilir dayanmadan. Onun üçün Klopp üçün ikinci ən önəmli futbolçu Firmino idi. Firmino ki false nine oynaya bilən. Salah və Mane onların yerinə başqaları da ola bilərdi. Əgər rınıqda onlar var idisə, o qiymətə kimsə var idi, başqası olsaydı, onları alardı və eyni funksiyanı yerinə yetirəcəkdilər. Və Klopp gəlib Reala deyəcək ki, qardaş, mənim oyun qurucum Alexander Arnolddur. Sən divara yapırsan, oradan Vinicius başlayacaq. Orada, yəni bu komanda taktik futbol oynamaq istəmir, bura. Heç biri Mbappé taktik futbol görməyib indiyənə kimi heç bir komandada. Çünki Deschamps da taktik futbol oynamır. Deschamps vur qabağa, Həsən ağa nə olar. Mbappé hər şey həll edir. Luis Enrique ilk sezonunda gördüm, onda da şey travmalıydı. Otur söhbət edirdi, Luis Enrique başladılar ki, ona bax, bir dənə bu belə elə. Tuchel də görmək istəyirdi, Tuchel başa saldı, Tuchel'ə qulaq asmırdı. O moment var, çıxır Tuchel nəsə başa salır, çıxır gedir. Amma mən məsələn Tuchel'in yerində olsaydım, qış ya demədim ya mən ya sən. Deyəcək ki, davay zamin. İkinci komanda, bas bayrağı. Amma məncə Tuchel, yəni okey, bir insanın dürüstlüyünü onun maddi cəhəti sındıra bilər. Amma bir insanın maddi cəhəti milyonları aşırsa, onun dürüstlüyü itirsə, bu insan heç kimdir mənə görə. Və Tuchel milyonlar qazana, sən Mbappé'yə deyə bilmirsən ki, yəni o vaxtda Tuchel bunu eləməli idi. Yemədi də. Qoy Şeyx desin də, deyirsən ki, Şeyx demirsən hə? Yox Mbappé qalsın, mən gedirəm. Hə qazanma oradan təzminat. Başqa yerdə get qazan. 5 milyon qazanma, da 20 milyon qazandın da qaqaşdı. Sən Chelsea-də ucu yedin də, Dortmund-da yedin də. Yox Chelsea sonra idi bəs. Sonra getdi. Sonra Chelsea getdi. Hə, sən Dortmund-da yedin də qaqaşdı. Nə olacaqdı? Finala keçdin də onları. Niyə o şey eləyirsən sən? Ya da Pochettino'nu götürək. Oturdu, yox belə deyil. Elə o çıxdı ki, elə ya da çıx belə səsləndir ki, elə deyil, və göstər ki, elə deyil. Sən desən ki, yox o komandada mehribançılıq, sonra Neymarla Mbappé dalaşırlar kim penalti. Penalti vuracaq. Üstünə Messi gəldi sonra. Komandada ideal mehribançılıq var bu dəqiqə. Bu səbəb ona görə Realı həqiqətən taktikanı, budu, Fənəri, Romanı unut. Güya Ancelotti'dən gəlmişdi Evertondan. Mourinho gəlsə, çünki Ancelotti qaydan deyil. Ya Mourinho, ya Zidane bunu düzəldə bilərlər. Zidane qəbul eləməyib, onsuz Fransa. Zidane Fransada da qəbul eləmir. Ya da Deschamps gəlməlidir. Aralarında bir də normal insan. Hə, amma Deschamps Ələkbərin variantıdır Dechampsda. Amma Deschamps başqa variant eləyəcək də. Deschamps deyəcək ki, mən gəlirəmsə, istəyirsiniz ki, mən gəlim. Onsuz Realı çox pis vəziyyətdə hal-hazırda. Yəni o Florentino Perez məncə любой bir pravilaya qol çəkəcək ki, qaydaya qol çəkəcək ki, qış sən deyəndir. Mən sənin qaydalarına uyuram. Bir daha bunu çıxar. Mənim adım bu biabırçılıqdır da. Bu serialdır. Biri var titul udmayasan, biri var titul da udmursan, bir komandanın da galoş oldu. Oyunu da yoxdur. Yəni komanda media baxımından galoş oldu yəni. Gələn gedən şərtləyir Realı. O jurnalist, bu jurnalist, o jurnalist, bu jurnalist. Bütün xarizması öldü ya. Realın xarizması ölür və o fanatlar da Realı bilirsiniz baxırlar ki, yəni bu futbolçuları niyə saxlayırsınız? Yəni biz kluba balet edirik, okey, bizim üçün futbolçu önəmli deyil. Amma mənim klubum bu futbolçuları təmsil etməli deyillər. Əlbəttə. O söhbət də var. Və ona görə deyirəm ki, yəni Mourinho əla variantı, Zidane gəlməyəcək, bir də Deschamps da gəlib deyəcək ki, Vinicius-u sat. Ya mən Mbappé. Hə, Vinicius sat, mənə Mbappé ver. Barcola alacaq. Çox güman ki. Alınsa Desire Doué ilə Rabiot alacaq. gətirəcək. Rabiot Allegri yanındadır. Rabiot salınır. Allegri onu buraxan deyil. Boşluqda olsaydı, hə, Allegri Rabiotun ikinci atası Allegri'dir. Birinci Dechamps'dır, ikinci Allegri. Yaxşı pul təklif etsə məncə Milan buraxar bu dəqiqə. Milan pul üçün hər şey eləməyə hazırdır. Yaxşı pul amma yeməyə inanmıram da. Çünki Tchouaméni gətirəcək, bəzi 2-3 dənə fransız oyunçu gətirəcək. Kamavingası falan orada da onsuz da. Hə, öz komandasını yığacaq orada. Maksimum deyəcək Saliba'nı alın Arsenaldan mənə bir fransız. Saliba da gələcəkdir. Arsenal çempion olsa, Çempionlar Liqasının qalibi olsa, Saliba da rahatlıqla gələr. Və ya da Kvaratskhelia də alacaq da. Çox güman ki, Kvaratskhelia təklif gedəcək. Əgər Luis Enrique getsə. Yəni Barcola məndə yəni nağdı var da ağlımda ki, Barcola bir də Desire Doué, yəni Realın əyninədir, yəni Deschamps gəlsə. 100%. Yəni Deschamps gəlsə Realda bir fransız şey olacaq 100%. Yes. Çünki Ümumiyyətlə o Desire Doué ilə Barcola hər iki qıranda yaraşar bu dəqiqə. Barcelona kraya lazımdır da. Yox, Desire Doué əsasən sağda oynayırdı, orada Yamal. Məsələ solda yox da. Özü bir sən yeyəcək, bura. Desire Doué ilə qoyacaq hücumçu.
Mbappe sola. Sağda da Allah kərimdir də. Bir Rodrigo falan kimsə Ardazadı Bellinghamə kapitanlığı verəcək. Qaqaşda var. Mərkəz sənin idi. Nə istəsən elə. Valverde də küsə bir qoyacaq. Nice. Yəni mən belə düşünürəm. Siz təbrik edirəm sizi. Bəli, Barselona'ya Sizi təbrik təbriklər. edirəm Barselona Bəli, fanatları. təbriklər. Proqnozum olmadı amma nəysə də. Nəysə göy növbəti. Ürəkdən təbrik edirəm. Yalandan belə ağzımın qırağı ilə. Əslində Barcelona qarşı simpatiyası var da bu adamın. Yox, simpatiya var biraz. Bu mübarizəni biz görürük. Simpatiya deyəndə ki, yəni baxıb momentdə də hansı futbol oynayırlar, necə oynayırlar, hansı oyunçular var belə də. Amma ikisi Real Madrid, Barselona belə fərq etməz mənim üçün. İstəyirəm ki, Betis çempion olsun. Yox, amma bu dəqiqə Barselonada çox qəribə bir şey var. Barselonada mən subyektivdir. Hansi Flick qədər simpatiya duyduğum heç bir futbolçusu yoxdur. Normalda Barselona'dan belə futbolçular olurdu. Bu dəqiqə yoxdur. Flick'in ən önəmli işlərindən biri bilirsən nə oldu Barselonada? Barselona'nın sastavı yəni Realdan qat-qat geri qalır, bunu danışdıq. Amma Flick elə bir şeylədir ki, hansısa açar oyunçu olmayanda ümumi komanda onu az da olsa pakrat eləyə bilir. Dünən Yamal yox idi. Rafinha yox idi. İkinci sənə axırlara girdi. Amma O da titul qaldırsın deyə. hə də Aysel kapitan olaraq, amma kapitan olaraq Araujo qaldırdı. Yemədi getdi ya. Yemədi getdi, pas oldu yəni də. Fermin Lopez winger oynayırdı, sol winger. Rashford sağ winger oynayırdı. Mən axırıncı dəfə Rashfordda sağda açan görmüşəm, yadıma gəlmir. Mən sənə deyim də şeydə Aston Villa'da Emery'in vaxtında oynayır. Okey də, yəni bu adam orada oynaya bilmir. Amma gördün komanda necə oynayırdı? Həvəslə, ürəklə, motivasiya ilə. Flick'in ən böyük elə uğuru komanda o ruhu qaytarması idi ki, sən nəsə eləyə bilərsən. Sən oyunçusan, sən nəsə verməlisən bu komandaya. Bu loqonun mahiyyətini başa saldılar. Ümumiyyətlə Barcelona'da ilk hissədə belə bir şey var ki, bu Real Madrid'in onsuz vurmayan bir yıldırım qalıb. Qoy biz də vuraq düzəlsin də. Yəni bu Nasreylə çıxmışdılar. Yəni ilk hissə Kutu almasaydı 4-0, 5-0 rahat biter. Rashford'un epizodu var idi falan. Məsələn orada Yamal olsaydı Yamal 100% vurmuşdu. Yamal acımazdı da ona. Bu Tunusda şey var idi. Kimsə pis vəziyyətdədir. Biri yaxınlaşırdı ki, görüb ki, bir də belə idi, bu yıxılırdı. Dünənki oyun belə idi. Mən ikinci taymda həqiqətən mən fikirləşirdim ki, yəni Real nəsə çevriliş edəcək, bir xətinə dəyəcəklər ki, bunlar. Bizi birinci taymda yedirlər, qardaş. Nəsə eləyək də. Bir çestinə dəyər də ulan. Bütün verilişlərəm və bütün time boyu mən ancaq Vinicius gördüm. Ya Vinicius ancaq belə idi. 15-ə çox ayaqqabı. Yəni bu Çempionlar Liqası oyunu deyil də, La Liga titulu uğrunda yarışırsınız. Oyunda bir dənə uğurlu driblinqi olmadı bu adamın. Boş-boşuna gəzməkdən başqa heç nə eləmədi. Mastanton sıfırlamışsa bir dənə cəmi dəqiq pas olub oynarsın. Yox da ikincisi axırlara girdi oyuna. Yəni Mastanton sən ondan yapışmayaq. O yoxdur Realda. Əsas oyunçulardan danışaq. Əsas oyunçular heç nə bilmədilər. Yəni bir ki Gerard Martin gəlib Brahim Diaz'a bir dənə korpuşub ondan top alırsa, yeyirsə onu, gör vəziyyət nə haldadır da. Yəni Gerard Martin o adam deyil ki, Brahim Diaz'dan top alsın. Arbelonu prosta yola vermək üçün gətirdilər ki, sən Allah yola verək də bu mövsümdə batmışıq. Sən Real məşqçisi olursan. Amma bu minvalla La Liqanı da bitirdik. Bir daha təbrik edək Barcelona'nı. Onsuz da Serie A-da Interin çempionluğu bəllidir. Almaniyada Bayern München bəllidir. PSG onsuz da əzəldən bəllidir. Bir az yüngül intriqanın qaldığı liqaya keçək. Mən bilirəm ki, sizə mən sakit durum. West Ham Arsenal oyununa və Arsenal azarkeşləri ilə bir yerdə baxırdın oyuna. O ikiniz bir yerdəydiniz də Halfway-də. Necə idi ümumiyyətlə Arsenal fan klubunun total şeyi necə? Arsenal fanatlarını birinci dəfə görmürəm. Hər oyuna gəlirlər. Sözün açığı mənim həyatımda yeganə fan klub götürüb oyuna baxdım. Məncə bu da ikimin fan klubudur. Manchester fan klubu ilə baxmışam. Başqa fan klub şeyim yoxdur. Yo Manchester United fan klubu aktivdir məsəl üçün. Hələ həmin məkanda çox yəni tədbirlər keçirirlər. Arsenal gəlmiş uşaqlar, bizlə də danışdılar, sağ olsunlar, təkləmişlər bizi. Azdılar uşaqları. Mən onu demək istəyirəm ki, uşaqlar fan klubun bilmirəm indi PR-ı yoxdurmu, yoxsa indi bəlkə buna baxanlar kimsə ki Arsenal fanatları qoşulacaqlar həmin qardaşlar. Yəni həmin Arsenal fan klubunun səhifəsi varsa, göndərin bizə bu videoya da qoyaq, biraz pisi də PR eləyək, köməklik göstərək. Description-a mən link əlavə eləyərəm bura. Description-a link əlavə eləyərik. Yəni ona görə də ki, mən gəldim, mən daha çox adam gözləyirdim. Çünki mənə görə mənim çoxlu Arsenal fanatı olan dostlarım, tanışlarım var, qohumlarım var da və heç biri bilmir ki, Arsenal fan klubu ümumiyyətlə var Azərbaycanda. Və mən ora gəldim, daha çox adam gözləyirdim, amma az oldu adam. Amma yenə də belə də şumla idilər də, yəni ləzzət elədi Afsanavka. Onlar orada nə satırdılar, biz burada nə satırdıq. Biz 3 nəfər West Ham fanatları idik də. Məndən başqa 2 nəfər də var. 3 nəfər oturmuşduq, yanımızda bir dənə Arsenal fanatı oturmuşdu. Və
Yəni mən də heç nə demək istəmirəm. Mən əlbəttə ki, mənim üçün fərqi yoxdur. Manchester City qalib gələcək, Arsenal qalib gələcək. Mən nə istisi var bunun, nə soyuğu var bunun. Mənim vecimə deyil. West Ham'ın vurduğu gol da ştrafdır. Yəni təmiz qayda pozuntusudur. Mən orada da onu demişəm, burada da bunu deyirəm. Amma əgər bu qayda pozuntusunu sayırsınızsa, bütün belə momentləri qayda pozuntusu kimi qələmə verir də. Bəli, niyə ilk turda Altay Bayandırın epizodu faul deyildi onun? Muxa, burada verərsən kadrı. Burada Manchester United-la kadrı gedir. Saliba Altay Bayandırla nə yaşayır? Yəni bir əllə Saliba Altay Bayandırın əl tutma şeydə qapısını nə etmək istəyir, tutur da onu. X arqument gələ bilər ki, Samir, orada ancaq Fabio'nun əli deyildi. Arxadan West Ham müdafiəçisi dartırdı şeyi. Onun üçün də çox maraqlı bir kadr verirəm sizə. Bu Aston Villa'ya qarşı olan bir kadrdır. Burada Gabriel dirsəyi ilə Martinez'in sifətinə qoyaraq kəllə vurur. Bu kadrda bəs etmirsə, Chelsea ilə oyunda kadr. Sanchez'i Trossard arxadan, sən o əvvəl Yaponiyada metroda olur, itəliyirlər belə ki, girə biləsən basa-basta. Və Trossard belə itəliyir onu, və Trossard itəliyir. Sanchez topu tutanmır və gol vururlar. Bu da bəs eləmirsən. Newcastle-la oyunda, 2-1 qutaran oyunda Gabriel'in kadrı, Gabriel'in golu. Saliba Popla nə edir? Yəni Saliba prosta burada Popu belə bağlayır. Bir var sən bağlayarsan Pop qaça bilmir. Sən bağlayırsan saxlayırsan Popu. Popun papasını saxlayır. Yəni də ondansa dön bir dənə qoy da buna da. Bir dənə qoy rahatdan da. Yəni Pop çıxanmır. Yəni hamımız bilir ki, Pop necə yuxarıda oynayır. 2 metr əddə qaqaşda çıxıb topu çıxar, ən azı müdaxilə edə bilərdi. Hələ mən Arsenalın özünə qarşı olan künc zərbələrində müdafiə olmağından danışmıram. O vəbşi katastrofa. West Ham'dakı epizodu, burada da kadr olacaq hal-hazırda. Declan Rice Mavropanasla nə edirdi? Aha, o dəhşət epizodu idi. Bildiyin şeydir o. Yəni Mavropanos şalvar çıxarsaydı, Declan Rice gedəcəkdi ondan. Yəni orada konkret, yəni bir Yunan müharibəsi gedəcəkdi onlarda. Yunan-İngilis müharibəsi gedəcəkdi. Bu niyə foul deyil? Okey. Fabio'nun dirsəyində. Fabio'nun dirsəyində Trossardla bir dənə də müdafiəçi var idi. Kim isə Fabio'nu qucaqlayıb tuturlar. Bu da foul deyil. Chelsea-nin oyunda Rice'ın Caicedo'nun qucaqlaması. Bu da foul deyil. Siz bilirsiniz ki, mən Chelsea fanı deyiləm. Mənim üçün vecimə deyil, Chelsea fanıdır. Mənim üçün bir klub var. Yəni belə şeylər olanda və bu epizod 94-cü il 10 dəqiqədə olur. Və yenə West Ham'a qarşı olur. Brentford'un oyunda 3 dənə penalti vermədilər bizə. Sonra Aston Villa gedir, Tottenham'ı uduzur. Özdə 0.19 XG ilə uduzur Tottenham'ı. Yəni Aston Villa Tottenham'ı gol vura bilmir. Udar vura bilmir. 0 udarla. Bir dənə udar vurdu, o da gol oldu. Yəni mümkün deyil belə şeylərdə. Sonra gedir Chelsea uduzur Nottingham Forest'da. Öz meydanında. Növbəti tur gedir Liverpool'la 1-1 oynayır Anfield'da. Yəni o biz nə demək lazımdır? Prosta gəlin West Ham'ın idarə heyətinə gəlin. Uşaqlar, biz çempionşipa oynamayın da siz gücü yormayın da bizi. Yormayın da olsun biz qoymayacaqsınız burada qalarsınız. Ki sən keçən həftə sonuncu qəlbə qismində söylədin, biz burada Fuadla danışırıq da. Mən də ona inanıram ki, Premier Liqa rəhbərliyi baxır vəziyyətə, mənə növbəti sezon PR və zırt-pırt tərəfdən hansı daha sərfəldir? De Zerbi'nin Tottenham'ı qalsın, yoxsa Espirito Santo'nun West Ham'ı deyiblər ki, bizə lazımdır Tottenham qalsın. Onun üçün Tottenham'ı liqada saxlamaq üçün hər şey eləyirlər. Yəni Arsenal oyunu bir tərəfə qoyaq, West Ham Brentford oyunu bunun bariz nümunəsidir. Yəni oyuna baxanda başa düşürsən ki, West Ham'ı gözdən çıxardıblar. Bizdə Brentford Çempionlar Liqasında düşmək üçün oynayır. Yəni xalları çatırdı. Simbol Aston Villa qalib gəlsə, 6-cı yerdə gedər Çempionlar Liqasında. Biraz da bütün Premier Liqa Çempionlar Liqada olacaq da. 10 komanda. 10 komanda təmsil edəcək. Və ola West Ham'a qollar vururlar, bro. Oyunçular sevinmir, bro. Oyuncu sevinmir. Hepsi vurur, damskat gol vurur belə elə. Olan işte. Yəni özü də başa düşür ki, nəsə eləyir amma burada nitol bir şey var. Biz eləmədik də. Biz eləmədik bunu. Yəni mən belə alver görməmişəm də həyatımda ki, yəni bu qədər alver. Yəni hakim səhvləri olur da, yəni hər şey olurdu. Yəni prosta belə cılız şeydə görməmişəm də. Məsələn mənə görə indi XTV dəyməsin, Barcelona PSG oyunu alver idi 6-1. Yəni o dünya futbolunun ən böyük alveri idi. O remontada zad deyil mənə görə. Amma belə cılız səviyyədə West Ham Brentford'da çempionşipa çıxmamaq üçün. Yəni Tottenham zaten son 3 ildir
vuruşurdu 17-də. Tottenham getdi yoxsa West Ham getdi? Bırak oynasınlar da kim güclüdür qalacaq da. Yox, West Ham nəyini Premier Liqadakı onu saxlamaq istəmirlər. Burada West Ham ümumiyyətlə Premier Liqa sevmir. Çünki West Ham rəhbərliyi Premier Liqanın dalını yalamır. West Ham rəhbərliyi İngiltərənin dalını yalamır. Bir də bilirsən ki, keçən dəfə mənim dediyim məsələ var. Bu Premier Liqa həmişə özünün nə ilə PR eləyir satır? Big Six-dən. Düzdür, ortada bir Big Six qalmır. Bir adamsın. Elə liderləri daxil. Amma yenə də bir bunların markası var. İstəyirlər ki, növbəti sezonda o qalsın, onu yenə satsın. Tottenham daha perspektivlidir. Tottenham daha belə gözə yatımlıdır nəinki West Ham. Üzr istəyirəm Samir. Yəni orası elədir də, yəni. Az gələ bilər. Yoxdur, bu Tottenham fanatları yoxdur bu dünyada. O fantastik getmir də. Məsələn, Yox, bəs nədə? Yox, sizin komandanın ən bahalı oyunçusunun qiyməti neçədir? bizim ən bahalı üçün Declan Rice. Tottenham Deklarasiya yox da xəstə deyil. fakt satmışıq da. Tottenham tarix boyu bu qiymətə oyunçu satmayıb. Amma ala bilib də. Almayıbdı. Heç vaxt almayıb. Ala bilər. Bale-i satıb 100 milyona. Aha. Declan Rice biz 120-yə satmışıq. 20 milyon. O da Okeydir. skitka ilə. Okey. Real Madrid 160 deyirlər. Orada Biri burada al, biraz biri hədiyyə. inflyasiya falan söhbətləri də var. Ay, Transfer sağ ol. bazarının Kim qiymətləri onu falan. oynuyor, Yəni indi xətrə Bale dəyməsin. Tottenham'dan böyüdür. Почему da Bale любой klubda oynasaydı satılacaqdı da. Morris Tottenham'dan böyüdü. Yəni o Gareth başqa Bale məsələ. çıxır Tottenham'a. West Ham'dan Declan Rice çıxıb da yəni. Bu Nümunə olaraq götür. nə olub ki Declan Rice? Deklarasiya söz Bir şey yoxdur. olmayıb. Yəni bu xarabadan da Harry Kane, Gareth Bale çıxır da. Yəni onu demək. Jakolardan çıxıb. Leo Ferdinand hardan çıxıb? Akademiya Məşçiviz hardan çıxıb? Lampard. akademiya səviyyəsindədir da orada. Lamparddan çıxıb. Orada akademiya İngiltərə səviyyəsində. yarısı bizdən çıxıb, bura West Ham'dan çıxıb. Sən bunu Champions'a göndərirsənsə, sən İngiltərə futboluna hörmət eləmirsən, bura. Tottenham kimi verib Tottenham İngiltərə futboluna? Şeydir, bir dənə var ya, Holden, bilin zadı yadından çıxıb. Nəysə. Adı sənin yadında deyilsə deməli o da hörmətli adam. Güclü futbolçu olub, Royce'un kumiridir əslində. Yadımdan çıxıb. Royce belə Tottenham fanatı olub uşaqlıqda belə. Oyda. Ona görə belədir də, bədbəxt. Həmən nəyə gətirəm də? Sən bu West Ham'ı, yəni Tottenham'a görə, Manchester United'a görə olsaydı, Liverpool'a görə olsaydı, bir söz deməzdi. Hə də yəni bunlar Çempionlar Liqasıdır. Yəni Tottenham nəyəcək? Başa düşürəm. Bax tarix olaraq falan sən onları daha yaxşı bilərsən, sən. Bəs nədir onda? Günümüzdə 10 PR daha yüksəkdir. Yox, nəyin PR-ıdır, brat? Big Six-in PR-ıdır. Nəyin Big Six-in? Ən azından heyət var. Qardaşım, Tottenham'ın stadionuna azarkeş dolmur. Heç bir maçda. Olmayacaq 18-ci yerdədirlər. Yox, heç vaxt dolmuyor. Necə stadionun? Stadionun heç vaxt axıra kimi dolmur, Abi, başa brat. düşdüm. Yəni Stadion West Ham dolmur, qədər bax. dolmur. Olimpiya stadionu West Ham'a verdilər. Tottenham vermir. Çünki West Ham 66 min doldurur hər həftə. Fərqi yox, 19-cu yerdəsən, 5-ci yerdəsən. Stadion doldurur, stadion atıram. Dünyanın X bir nöqtəsində Tərlan Şahinoğlu yeri, İdman Azərbaycanda Arsenal Tottenham oyunu daha çox baxılır yoxsa Arsenal West Ham oyunu? Arsenal görə baxırlar. Okeydir. Tottenham Crystal Palace oynasın. Arsenal West Ham, bir də Arsenal West Ham baxacaqlar. Hadi orada Arsenal adı var. Arsenal adı var. Mən sırf rəqabət baxımından deyirəm. Bura Tottenham. Tottenhamdan mən də bilirəm, razıyam. Tottenham- Tottenhamın mən də belə pis mason qarmaz. Tottenham mənim üçün klub deyil, amma Amma bugünkü PR günümüzdə olaraq daha PR mən oldu dediyim da. şey sən başa düşürəm. Mən Mən West anladım Ham nə Tottenham demək istəyirsən. demirəm. Onların məntiqindən çıxış eləyərək deyirəm ki, bunlar belə yanaşırlar. Finala necə çıxıblar? Ya xoş ayaksın ağzına. Ten Hag'ın ikisini qoyuram belə. Necə atıb kanta belə buraxıblar finala belə. Big Six olublar bunlar. Lucas Haram Big Moura. Six olublar onlar, brat. Ya Big Six heç o final nə əlaqə Geçən deyil. sənə də Avropa Onları Big Liqası. Six eləyən də West Ham'ın yetirməsidir, brat. İndi yaddan düşdü o eski yaddan düşdü. Ay belə. Həmin məşqçi West Ham'ın yetirməsi Lampard'ın xalası oğlu. Oy ben hara O getdi. eləyib onları Körpüyə Big Six. basən. Даже Tottenham'ı West Ham böyük eləyib, brat. Oy belə. Tottenham da West Ham'a görə böyük klub olub. Ya o Tarixə dərəcədə, çox brat. köşənsən. Brat o vaxtki West Ham indiki West Ham Michael deyil Carrick axı. özünü aparıb ora. Ha. Da görürəm belə Michael Carrick Manchester United belə Tottenhamdan futbolçu olur. Biraz gəlin Tottenham'a gedək. Oradan normal futbolçular alırlar belə. Çünki biz çempionşipa düşmüşdü həmin il. Bəli. Brat incimə məndən. Bir yola gələndə səndən söz soruşdum. Dedim ki, Paketan niyə oynamırdı dünən? Sən dedin ki, gedib də komandadan. Yəni mən West Ham'da bir dənə Paketanı tanıyıram. O da ki, yoxdur Sən komandada. bu oyunu tanımırsan? Onu da səhər şortuma Allah tanımışam. yox şey, bu oyunu bütün dünyada bu oyun haqqında danışır bilən. Necə ki deklarasiya deyirdilər, mən deyəndə ki deklarasiya Rodri səviyyəsində futbolçudur. Rodri biraz çox şişirdir. Yox, indi Arsenalda oynayır, Ballon d'Or-a belə namizəddir. Gərək keçsin top kluba ki görsünlər. Mən baxıram da balaca klublara. Görürəm də kim nə var nə yox. Adamı baxırsan, fərqi nədir? Dünən Fernandes'in göstərdiyi performans. Dünən Fernandes, Luis Skelni, Rice hamısını yedi. Prosta xiyar tək-bətəkə vuranmadı. Fernandes dünən 10 performans göstərirdi. Fernandes dünən dəhşət idi. Gələn il PSG-dədir.
Sözün açığı West Hamin Championship-ə düşməyini niyə istəyirəm? Xətrə dəyməsin. Çünki Manchester United Fernandeslə maraqlanır. Championship-ə qiymət biraz düşəcək, ucuz alacaq onu. Aysa Tottenhamda mən istəyirəm düşsün ki, oradan Van de Ven'i Barcelona ala bilər. Yox, Tottenham qalacaq. İndi bu axşam oyunu var. Veriliş efirə gedəndə artıq heç alınmır, ikisi də düşsün. Yox, heç ikisindən biri getməlidir. Nottingham Forest'ın prezidenti sağ olsun da. Kimi də olmaq? Düjen elədiyi hər şeyi. Nottingham Forest həmin də Pereira, hansı ki Wolverhampton'dan axırıncı yer tutdular, onu qovdular. Gəldi Nottingham Forest'la, belə qaqaş nələr edirlər bunları. Bu arada bir dənə şey... Aston Villa yerlərini göstərdilər. Bir dənə tema danışım sizə. İndi Samir də mənimlə razılaşardı. Bəlkə də mənim izlədiyim, mən 2006-dan izləyirəm, Samir məndən əvvəldən izləyir. Yəni bəlkə də Premier Liga tarixinin ən pis mövsümüdür da, bu zəiflik və s. klubların çıxışları baxımından. Buna rəğmən Çempionlar Liqası finalında İngilis klubu var. Avropa Liqasının finalında İngilis klubu var. Konferans Liqasının finalında İngilis klubu var. Və işin çox maraqlı tərəfi odur ki, Arsenal azarkeşlərə məndən inciməsin. Çempionlar Liqası yoxdur, digər liqaların finallarındakı Premier Liga klubları daha çox favoritdir. Yox, Premier Liga zaten Freiburg udmalıdılar. Rayo Vallecano'da udmalıdılar da. Yəni Crystal Palace Rayo Vallecano udmasa, getsin də. Yəni Glasner bunu verməz. Yox, Glasner zaten Premier Liqadakı son oyunlarına baxanda hiss edirsən ki, Glasner Premier Liqanı gözdən çıxardı. Full Fox şeydədir. İnşallah Tottenham oyunu çıxartmaz. Konferansdadır ki, mən orada titul alım. Bağışda bir dənə stavka eləyim. Əgər bilmirsiniz ki, hansı məşqçi, bu sual verə bilərsiniz ki, hansı məşqçi ki Tottenhamı qaldırıb, söhbət Harry Redknapp'da gedir. Yəni Harry Redknapp West Ham ailəsidir də, yəni ailəsindən çıxıb, ümumiyyətlə nəsillicə hamısı West Ham fanatları da olurlar. Sadəcə biraz küsüb eləyib gedib Tottenham'a Nazlo və Tottenham'a Bailey, Modric hamısını o. West Ham'dan Lampard'ı o göndərməmişdi. Yoxsa kim idi West Ham'dan Lampard'ı göndərən? West Ham'dan Lampard'ı göndərmiş. Ha, o gündə. Lampard getdi Chelsea-yə. Ya o gün onun dövründə getmiş. Carrick'lə bir yerdə getdilər şeyə. Hə, davam eləyək. Nə soruşsan? Ən zəif vaxtlarda, çünki o birisi liqalarda nüqtədir bura. Sən deyirsən ki, Arsenal o qədər favoritdir, çünki Çempionlar Liqasında varlı klublar var. Biz İspaniyada yenə qayıdırıq Barselonaya. O dediyim Arsenalın favorit olmaması məncə biraz da məşqçi faktoru ilə sıırf maliyyə teması deyil. Yenə də mən deyirəm də, bura söhbət də maliyyə gedir. Yəni Çempionlar Liqasında alternativlər var. Çünki böyük klublar başqa liqada pulludular. Aşağı səviyyədə, biraz bir tık aşağı səviyyədə nə Fransa klubları, nə Alman klubları, nə İspan klubları İngilis klublarını dirəşə bilməzlər. İngilis klubu, yəni Sevilla'ya heç vaxt pul baxımından West Ham'la dirəşə bilməz. Mümkün deyil. Barcelona güclə dirəşər. Barcelona Sevilla ölür. Prosta West Ham'da fair play söhbəti var deyə West Ham yəni maaşları 15 milyon verə bilmir deyə. Ona görə bu bomba futbolçular gəlmirlər, gedirlər başqa klublara. O ki qaldı şeyə, yəni İspaniya liqası mənim proqnozumu ona görə verildi. Mən biraz xoşlayıram İspaniyanı, baxıram deyirəm, amma mən dəfələrlə demişəm ki, İspaniya liqası bu il lap pis gündədir də. Çempionlar liqasında sübut elədi. Yəni çox pis gündədir. Mənə elə gəlir ki, bir növbəti 1-2 ildə belə davam edəcək. Pakaleniya gəlməlidir. Tebas dəyişməyən kimi olacaq. Hə, yes. Bu limitləri, özünə uydurur, bilmir niyə. Sevilla ilə Valencia kimi top klub batır. Yəni sənin qabağında Premier Liga var da qaqaş. Bir dənə bax gör necə işləyirlər. Prosta onu götür. İspan sayağı elə işdə. Almaniya var. Almaniyada klublar çoxsa başmır. Və işin ironik tərəfi odur ki, Premier Liqanın son 5-10 ildə canlandıran və maraqlı olan İspan məşqçilərdir. İspan mütəxəssislərdir. Var orada. Yaxşı İspan futbolçu oraya gedirlər. Məsələn, Iraolas İspan, Unai Emery ən belə festivalli futbol oynayan klubları yaradan adamdır. İspan, nə bilim, Artetası ən sıxıcısı da olsa İspan. Var da azı var da bura. Futbolçular da gedirlər. Sadə bir şey deyim, Xetafe bu mövsümün əvvəlində bir oyunçunu qeydiyyatdan keçirməsi üçün 6 oyunçu satmışdı. Bu gic-gic qaydalar var. Ona görə futbol klubları biraz çökürlər. Barcelona özü buna görə çökdü bu qaydalara görə. Və söhbət nədən gedirdi və bu klublar gəlirlər. Yəni Rayo Vallecano mən inanmıram ki, yəni. Mən çox güvənirdim məsələn həmin o Osasuna, Getafe'yə ki, Barcelona dirəşirlər. İndi Barcelona Yamal yox, Rafinha yox. Dirəşməlisən də bu komanda ilə də. Amma Barcelona rahatlığına olar tutdu ki, yəni bir Barcelona ümumiyyətlə əziyyət çəkmir də. Yəni İspan futbolu çox, yəni orta təbəqə, yəni 3 klubdan sonra yəni çox bərbad vəziyyətdədir. Son 2 ildə çox. Yəni Villarreal da bunun Çempionlar Liqası, Villarreal Qarabağdan aşağı yerdə. Deyirəm Çempionlar Liqası. Əlbəttə bu nonsensdir brat, yəni. Atletico Bilbao özü brat. Yəni bu biabırçılıqdır. Ona görə mən rahatlıqla başa düşüb bilirəm ki, yəni şey udacaq. Yəni Crystal Palace, yəni Glasner onu verməz. Ən azı fizika ilə
Fiziki gücdən onlar Rayoda yeyir. fiziki komanda deyil. Yəni Mateta buraxacaq qabağa hepsi. Və mənə elə gəlir ki, Unai Emery də Avropanı götürəcək. Çünki Unai Emery də liqanın başını boşlayıb. Əlbəttə. Ki o hədəfləyir ki, Avropa kubokunu götürüb Çempionlar Liqasına çünki getsin. Korondur. Hə də Arsenal'la bir də alınmadı. Villarreal onu Sevilla'nı Arsenal'la Chelsea-lə bacarmadılar, uduzdular. Amma şeydə yəni Aston Villa Freiburg yəni möcüzə baş verməlidir ki, Freiburg qarşısında Milan udsun. Bəs son sual. Arsenal çempion demək olarmı? Yoxsa yenə də bir Məncə Arsenal çempiondur. Məncə. Artıq Yəni bizcə də biz əgər söhbət riyaziyyatdan gedirsə və götürək ki, bu Roy King sözü deyib də ki, bunu City eləsəydi indi belə biz deyəcək ki, City çempiondur. Niyə görə Arsenal haqqında bunu demirsiniz? Çünki qalib komanda deyil. Amma deyək ki, Roy King başqa deyək, biz haqqına giririk Arsenalın da. O deyir ki, mən düşünürəm ki, Arsenal çempiondur. Və hərdəsə məntiq var. Məsəl üçün Arsenaldan savayı Liverpool olsaydı, məsəl üçün ya da City, biz rahat dedik, hə, 100% çempion. Arsenalda biz hater deyə bunu demirik. Biz hater deyilik. Sadəcə Arsenal özü bunu göstərib bizə. Bizə səbəb verir. Yəni Arsenal 2 ildir çempionluğa oynayırdı. Bizi inandırırdı ki, mən çempion olacağam. Bir dəfə desən 15 xal verdi, bir dəfə 8 xal verdi. İndi yenə də verdiyi xalları. Bir də ona hifzlənirəm də. Bu niyə görədir? Bizə qalmışdı çempionluq. Get bunu blət Crystal'ın zaten halıbı qazan. 8 xal atırıb var idi. Sən necə çatdı var şu mən bilmirəm. Bizə qalmışdı. Bu da problemdir, brat. Bu Liverpool bizə qalmışdı. Bir 5 dənə bizə vurursan. Liverpool həmişə istəyir. 1.9 XG ilə 5 dənə top vurmaq olar. Bizə qalmışdı. O baxımdan West Ham-ə ən belə yaxşılıq eləyən, yol göstərən Manchester United. Manchester United. Ən prime vaxtında West Ham-ə xal veririk təbii. Manchester United veçni, bra. Veçni. Özdə Kerik orada deyir ki, qardaşım, mənliydi. Mənliydi də sizi. Mənliydi, kayf eləyin burada. Yox, dünən Arsenal qardaşlarla danışdıq. İndi fan klubun uşaqlarla danışdıq. Deyir çox Arsenalı sıxırsınız, Arsenalı belə aşağılayırsınız da. Xoş, yəni özü səbəb verir də bizə. Bax dünən West Ham-la oyunda West Ham-ə xal lazım idi. Yəni ölüm dirim mübarizəsində bunlar gedirlər. West Ham avtobus oynamırdı ki, West Ham müdafiə olunurdu normal və lazım olanda şansını axtarırdı. West Ham zaten necə oynamalıdırsa elə oynayırdı. Hətta Aysun, mən başa düşə bilmirəm ki, bu Arsenal oyunçularımı, məşqçilərimi anlaya bilmirlər ki, neçə illərdən sonra bizə şans düşüb əlimizə, biz çempion ola bilərik. Və biraz həvəslə oynayaq, bir komandanı düşünək, bir ürəklə nələrsə eləməyə çalışaq. Sadə paslar, o yana, bu yana həvəssiz oynayır. Elə bir Arsenal hoca çempionluq garanti eləyib, yola verir. Amma burada bir dənə şey var. Arteta orada risk elədi də. Nə dərəcə bu risk demək olar? Odegaardı saldı və Odegaard oyunu həll etdi o epizodda. Yəni bu əla düşüncə. Mendy'ni salmışdı birinci hissədə. Amma mən onu başa düşə bilmədim. Ben White'ın zədələnməsində. Yəni orada yanında da zədə müddətində şeydi uzandı. Orada rejissorlar bizə göstərdi. Gabriel Heinze ilə məsləhətlər falan. O Maskera gəlir, işinmə falan dedim. Maksimum Ben White-la Maskera zaman eləyərsən də sən. Heç nə Zubimendi atdı, Declan Rice atdı sadəcə. Bərbad oldu oyunu, fikir verdin. Ondan sonra səhvini döndərdi, qaytardı Declan Rice. Çünki o Rice-a çox güvənir. Rice'ın problemi budur da. Həmişə belə biraz müdafiə futbolunu oynayan məşqçilərin altına düşür deyə. Yəni öz hücum potensialını göstərənmir də. Rice-i bir dənə flika ver. Ha gör bu Rice Barcelona'da bir şey eləyəcək, brat. 10 gol, 10 assist hər oyun. Hər il. Declan Rice Arsenaldakı ən belə o məşhur cərimə zərbələrindən Real Madridi liqadan uzaqlaşdırma dövrlərində belə mən görməmişəm ki, Arteta Declan Rice-i %100 o müstəqilliyini versin ki, sən free 8 oyna. 6-8 arası oynayır maksimum. Yəni maksimum 10 dəqiqə 8 oyunu, sonra yarım saat qayıt altın dayağında dur da. Yəni o azad kimlərlə rahat oynayır ki, heç kimlərlə rahat oynamır. Çox gülürlər Rice-a ki, nə oldu 2 də Reala vurdu bunlar. Bundan sonra 70 ştraf vurmağa vermirlər bura. Dünən də Eze vurdu ştrafı. Eze vurdu. Yəni niyə ştraf vurursan şurada Rice olar. Həm adam 2 dənə ştraf qoydu. Saka yenə oynamadı dünən, yox idi. Yox, ümumiyyətlə Odegaard girənə qədər. Ya Odegaard girdi Mirat, Odegaard. Elə qorxdum, Odegaard girdi. Уже burada danq elədi ki, bax, gəlir də, bu gol gəlir. Yox, Odegaard girəndə yox, mən Matius Fernandes o 74-cü dəqiqədə üzbəüzdə Raya. O epizodda mən dedim ki, West Ham duzlu Arsenal aldı 3 xalı. Yəni o çox qırılma anı idi. Amma Raya da burada. Bir də bir şeyim var. Yəni West Ham biz danışdıq, bayaqdan West Ham danışdıq. West Ham necə oynamalısa zaten elə oynayır. Amma Odegaard girənə qədər hissədə Arsenal bizə nə göstərdi də? Yəni nə işlə də belə standart prosto hücumlar. Standart vəziyyətlər var idi. Qaldırırdı, qayıtdırdı, uzaqdan vururdu, West Ham-ə dəyib qaydırdı falan. Arsenalın elə bir aurası var ki, elə bir oyunçular məşqdə bir-birinə məşq eləmirlər.
ayırırlar bunları. Anlaşma yoxdur elə aralarında. Belə. Məşqçinin məqsədi qol buraxmamaqdır. Hətta Atletico Madridin futbol mənası nədir? Qol vurmaqdır. Bunların məntiqi qol buraxmamaqdır. Ona görə də maksimal dərəcədə akuratlı oynamaq, maksimal dərəcədə az risk etmək. Səhv buraxmamaq. Görürsən, sən deklarasiya saldı. Niyə deklarasiya? O Maskeraya güvənmədi. Çünki Somerville çox sürətlidir. O Maskeraya və Luis Skelly'yə güvənmədi. Ki, sənə bir şey deyim. Yəni Somerville Declan Rice'ın özünü də xeyli başına ağrıtdı da, yəni sürəti ilə. Bəs burada Masker olacaqdı. 60 dəqiqə orada Masker oynasaydı, Somerville orada yeyərdi onu. Sən bilmirsən, Bowen tutasan yoxsa Somerville tutasan. Özdə Bowen hədəfə gəlirdi, dəyişirdi planları. Ona görə deklarasiya saldı. Deklarasiya da belə betondur da burada. Yəni kim olursa olsun, amma məncə belə mən çox görmək istərdim deklarasiya Messiyə qarşı da burada. Mən bunu həqiqətən çox görmək istərdim burada. Abartma hocam. Abartma. Mənə yox. Ona qarşı yoxsa ondan bir yerdə. Ona qarşı. Messi'nin mənə çox maraqlı idi. Yəni çünki Rice çox qəribə müdafiə olunur. Mənə maraqlıdır. Bir istəmirəm, yeyəcəkdim Messi. O mübarizə maraqlı. Necə ki Van Dijk Messi mübarizəsi maraqlı idi. Hamı fikirləşir, görürsən Van Dijk nə fikirləşəcək Messiyə qarşı. Van Dijk də çox şey fikirləşmədi. İkinci videonun üçün çağırırdı ki, mən kömək olacağam. Qurban qalmışam. Arqam akrobatiyada bir ağırçılıq. Ramos Messi, bütün müdafiə. Amma məsələn Declan Rice Messiyə qarşı mən çox maraqlı idi. Görürsən Declan Rice Messiyə qarşı necə oynayacaq. Bu arada şey gördük. Declan Rice Casemiro'dan bəyəm daha səpqidir. Ola bilməz qardaşım. Casemiro ondan daha səpqidir. 5 ilə Declan Rice tarixindən güclü, Busquetsdən sonra tarixindən güclü. Ola bilər, sən razı. Declan Rice fanatıyam. Və Declan Rice səpqi söhbəti deyil. Burada Declan Rice it kimi qaçmır. Casemiro daha çox it kimi qaçır oyunçunun dalınca imkan verəcək. Declan Rice oxuyur onu. Mən ona gedirəm Messiyə qarşı o. Mən demirəm ki, Declan Rice məsəl üçün nə bilim Bale'a qarşı. Bale zaten bilinirdi, atacaq topu qaçacaqdı. Sən oyunu oxuyan bərsən axı. Mən də onu deyirəm də, o maraqlıdır mənə ki, görüm Declan Rice necə bunu oynayardı da. Çünki yəni Somerville sürət ondan qat-qat sürətlidir. O özü də cüftü qoşulurdu. Yəni düzdür, bu West Ham'dır da, yəni mən öz klubum. Amma sürət söhbətləri var. Level gördün, Savidovic və Messi də yəni. Yox, mən qoyada Real'la Mbappé ilə nə edirəm? Mbappé də heç nə eləmədi Rice'a qarşı. Heç kim heç nə eləmədi Rice'a qarşı. Mbappé Xetafeyə qarşı desin Emre. Rice'a desin. Baydı misal üçün görməyə çox maraqlıdır. Baydı BMW zədəlidir. Timber'i yoxdur. Çempionlar Liqasında bəlkə Timber qayıtdı, onu bilmək olmur. Kvaratskhelia qarşı Rice oynayacaq. Amma biz bir şey deyim, Timber qayıtsa da Timber start et başlamayacaq. Ora daha stoper şablonlu birini qoyacaq ki, bəlkə mən 3 dənə stoper yan-yana Kvaram, Dembele belə baxaram ki, mövsüm bağlıdır. Çox ağır. Hinkapiyyə inanmıram ora. Çünki hərdən bir Xabi Alonso bunu eləyir, Hinkapiyyə sağ tərəfə atırdı. Mən inanmıram bu riskə gedər Arteta. Məncə Arteta Kvaratskhelia qarşı yenə deklarasiya yoxlayacaq. Mənə də gəlir. Arsenal burada mərkəzdə çox udacaq da. Ümumiyyətlə belə bir şey var, səhv eləmirəmsə. Bu mövsüm Çempionlar Liqasında ən çox qol vurmuş komanda ilə ən az qol buraxmış komanda qarşılaşır da. Məğlub olmayan komanda. Hə, məğlub olmayan Arsenal məğlub olmuyor. Ola da bilər. Çünki Barselona ilə məğlub olduğu finalda da məğlubiyyətsiz qalxıblar finala, sonra finalda məğlub oldu. Bilmirəm, səhv eləyə bilərəm. Bəlkə də qarışdırıram. Real'dılar polfinalda. Hə. Real'da. Juventus. Sonra gruplar o qədər çətin deyildi. Qrupda Sparta Praqa idi. Sparta Praqa Stuttgart idi deyəsən. Qrupda məğlubiyyət aldıqlarını düşünmürəm. Qrupda deyəsən 18 elədilər. Prosta bu 8-də 1-də kimlə oynayırdılar? 4-də 1-də Juventus'da oynayırdılar dəqiq. Yox, 4-də 1-də Real'la oynayırdılar. Yarın finalda Villarreal'la oynayırdılar. 8-də 1-də Juventus'la oynayır. Ya 8-də 1 ya 4-də final Real ya Juventus ya Villarreal. Hə, Villarreal uzmamışdılar da. Amma uduza bilərdilər də dikəlin penalti. İspaniya fəxri Barcelona. Finalda. Nəsə, amma da yəni belə də var da. Yəni ora girməyə də var. Niyə oradan oldu? Oradan oldu da. Yəni qırmızı verməməliydilər. Niyə ki? Çünki o gol vurulacaq. Bu gol vururdu da fakt. Fakt Julia. Əslində mən razıyam, mən gol sayardılar. Hətta gol say 11-11 oynayaqlar. Amma da belədir. Amma indi görə finalda nə olacaq? Yəni okey, mən PSG-ə nə qədər bəyənsəm də final elə bir mərhələdir ki, burada 50-50 hamıya şans vermək olar. Əlbəttə. Hə, 100%. Yəni amma 3-0. Hə? Necəsə? 3-0. Ya mən belə proqnoz atdım da, indi gələk nə olacaq. 0-1 Arsenal çempionu. Qəşəng, maraqlı. Nəysə, yavaş-yavaş bağlayaq Qərb Ekspresini. Bu artıq Qərb Ekspresinin son buraxılışlarında, çünki bütün liqalar bitib. Premier Liqa belə bitib, qalıb bir Çempionlar Liqası. Gələn bəlkə Şimal Ekspres açaq belə. Şimal nə şey? Rusiya futbolu. Bodoglifdən falan da deyil. Bodoglifdən azarkeşlərindən. Zenitam qaldı.
Nəysə, bu həftəlik də bu qədər əziz izləyicilər. Öpürəm, bağrıma basıram. Hər birinizi inşallah növbəti həftə Qərb Ekspresində görüşərik deyəcəm də Qərb Ekspresində yenə danışacağıq, bilmirəm. Hər şey bitib bütün liqalar. Yəni Premyer Liqa danışırıq da. Premyer Liqa Ekspresində görüşərik. Öpücüklər.